Əziz izləyicilər, sizləri Qəbələ rayonu İsmət Qaybov küçəsindən salamlayıram. İsmət Qaybov küçəsi Qəbələ rayonu mərkəzindən çox yuxarı yerlərdə yerləşir. Belə bir dağ mənzərəsi olan ərazidə həyət evimiz satışa çıxarmışdır. Həyətimizin həyət yanı sahəsi 3.5-dir, 3 sot yarımdır. Deməli, yeni tikili evdir, yeni təmirdən çıxıb heç yaşayış belə olmayıb. Gördüyümüz kimi təhlükəsizlik kamerası öz sözünü deyir. Qaz sayğacı, işıq sayğacı, kameralar tam qaydasındadır, sənədlər də tam qaydasındadır. Paket qutsadır. Keçən evin içərisində sizi tanış edeyim. Evimiz yeni dizaynla təmir olunmuşdur. İstəklərə uyğundur, hər bir insanların zövqünü oxşayan belə bir ev tikintidir. Nadir hallarda rast gəlir Qəbələdə bu cür belə bir tikinti. Kombixanası var, yerləşir çox hissədə. Sanitar qovşağı var, yəni həyətdə. Həyətimizdə belə bir hovuz su yerimiz də var ki, açıq havada hovuz salmaq üçün yerimiz var. Burada gözəl bir qapalı hovuz var, isti hovuzdur. Hovuzumuzun yanında yenə duşu var, lazım şərab yararlıdır. Evimizin içərisindən o hissəyə keçmək üçün yeri var. Otaqdan yəni birbaşa qapaq qış üçün nəzərdə tutulub, qapalı hovuzun keçməsi yeri də var. Keçək evimizin içərisindən. Evimizin girişində böyle bir qonaq otağı var, kondisioneri. Girişin bu hissəsində mətbəx yerləşir. Mətbəx da yeni mətbəx meblinə təsis olunubdur. Avadanlıqlar işlənməyib, yenidir. Burada hamam otağı. Burada bir geniş bir yatak otağı var. Uşaqlar üçün nəzərdə tutulmuş yatak otağının biri burada. Burada da yeni bir yatak otağı. Ve burada bir yatak otağı. Buradan da hemen dediğimiz kapalı havuza çıkışı var. Evimizin istif sistemi istif oldu. Maraqlı olan şəxslər səhifədə olan nömrələ əlaqə saxlaya bilərlər.